İran ilk dəfə olaraq 12 günlük müharibədə öz raketləri ilə 16 İsrail pilotunu öldürdüyünü rəsmi şəkildə bəyan edib. Sepah Pastaran Telegram kanalının general-mayor Rəhim Səfəviyə istinadla verdiyi məlumatda belə deyilir. Biz komanda və idarəetmə mərkəzlərini vurduq. İranın bir neçə raketi birbaşa İsrail ərazisi daxilində 16-dan çox İsrailli pilotu öldürüb, telekanal İranlı generala istinadən yazıb. Telekanalın məlumatına görə Rusiya müharibə zamanı daim koordinasiyada olub. İsrailin hava hücumundan müdafiə vasitələrinin təchizatı azalırdı. Pakistan Səudiyyə Ərəbistanı paktı irəliyə doğru bir addımdır. İran da qoşulmalıdır. Qlobal ictimai rəyin təqribən 60% İranın bu müharibədə qalib gəldiyinə inanır, deyə Sepah Pastaran generala istinadən yazıb.